Yaxşı, başla. Şaxta baba qar qızı çox istəyir yəqin ki. Şaxta baba kef elə, yaşın nə fərqi var ki? Əla. Vətənimin seyrinə çağırıram elləri, rüşvət vermək istəyən Azərbaycana gəlsin. De görək. Son zaman müxalifət mitinglərə can atmır. Zəng vururlar prezidentə, bu nömrəyə zəng çatmır. Praşanlı konsertdir. Elədir. Onda bir də praşanlı şeir. Hər konsertdə yuxarıdan şarlar tökülür 5 ton. Yaxşı ki sponsor deyil, United Condoms of Benetton. Əziz tamaşaçılar, bildiyiniz kimi biz sizə həmişə şeir oxuyuruq. Yəni ki, rubrikamızın adı Poeziya Axşamıdır. Bu günləri biz sizə yeni bir rubrika hazırlamışıq. Rubrikanın adı Qarqışlar Axşamı. Bəli, bəli, Qarqışlar Axşamı. Bir var Poeziya Axşamı, bu da Qarqışlar Axşamıdır. Buyurun, şair müəllim. Vermeyin. Səni görüm qaynanan Azərbaycandakı partiyaların sayı qədər yaşasın. Vay, 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 vay. Şəhərdəki butikalar qədər dostun olsun. Belədir. Çalan. Səni görüm kontur qədər yaşayasan. Danışıq konturumuz bitmişdir. Elə, elə. Səni görüm toyunu Apinin bufetində keçirdəsən. O nədir, nə deyirlər o? Fantastik. Əhmədlidəki su qədər ömrün olsun. Vay, dalgajitdir bu. Bakıdakı işsizlər qədər düşmənlərin olsun. Vay, vay, vay. Bir dənə Elə ki. də, hə. Və nəhayət, Yaxşısın ən pisi, kimin nervləri zəifdir, onlar üçündür. Səni görüm ömür boyu ASTV 1-ə baxasan. Əla qardeş, sağ ol. Axşamınız xeyir. Bugünkü verilişimizin qonağı həmişə olduğu kimi ki, bəli, Ağacov Bağban bəli, tanıyırlar səni. Qara müəllim, sizdə gruzavik var? Yox. Sizdə gruzavik olsaydı, mən sizin adınızı qoyardım Zilqara. Yaxşı, başlayın, keçin mövzuya. Hörmətli tamaşaçılar, çox sayılı məktubları nəzərə alaraq bugünkü verilişimiz nəhayət həşəratlara həsr olunur. Atbeti maşenniklər demişkən, həşəratı bывают разные, черные, белые и волосатые. Mütəxəssislərin fikrincə həşəratların iki kateqoriyası var. Birinci, ağacların, otların, yarpaqların, çiçəklərin, meyvənin, qavralitlərin başına oyun gətirən canlılara nastayaşı həşərat deyilir. İkinci, ağacları kötü ilə birlikdə çıxardıb Novruz bayramında vəhşicəsinə yandıran vergül, yarpaqları çiğ yeyən vergül, meyvənin içərdəkləri ilə Bakının gözəl küçələrini zibilləyən vergül, bununla Hacıbala müəllimin xətrinə dəyən vergül, samolyotda kavralitin üstündə sigaret söndürən, Bununla da Cahangir müəllimin xətrinə dəyən. vergül, Rus dilini bilməyən, çuşka kateqoriyasına aid olan canlılara qavarəşi həşərat deyilir. Buyurun. Bu nədir belə? Demədiniz vergül. Çox sağ olun. Götürün. Bilirsiniz, ümumiyyətlə bütün həşəratlara kırışalığı kim eləyir? Kim? Rusiyanın keçmiş səfiri var idi, Blokhin. Blokhin. Ümumiyyətlə həşəratların öz strukturaları var. Onlarda da struktur islahatı var. Biz insan necə, onların da öz dövlətləri orada, burada gəlir. Misal üçün, Uçaskovu var onlarda, Kleş müəllim, Piyafkanın biridir, tutdu, buraxmır.
Sonra pajarnikler var o kırmızı belen. Bu zalda çok haşeratlar var. Bir kavralitin altını kaldır, orada juşoklar. Juşoklar, ha. Bravo, bravo efendim. Sonra Yaz merasimlerine 40 ayak müəllim cavab verdi. 40'ı ayak üstə verir. Özde Bojikarovka onun kumiridir. öyle mi? Bəs bu kəpənəklərdən nə deyə bilərsiniz? Ha, bilirsiniz kəpənək çox işgüzar həşəratdılar. Onların arasında amma ikinci ismin işləyən var. Naçnoy babuçkalar deyirlər. Tarbov məsələsi, ha. Baxırsan kukulkalardı amma Naçnoy babuçka. Kleş müəllim də imkan vermir onları işləməyə. Heç vaxt. Ha. Sonra bilirsiniz həşəratların arasında elə həşəratlar var ki, onlar insansız bir gündə yaşayır. Bildiyiniz kimi söhbət glistlərdən gedir. Onlar adətən qavarəşi həşəratla dostluq eləyirlər. Bəs bu xaricilərdə də glis var da. Yo, o ingilislərdir. Onlar qalamaz. Kəllə adamlar. Həşərat aləmində müxalifət var. Bəli, qarışqalar. Qarışqa niyə? Özlərindən ağır yük qaldırmaq istəyirlər. Ona görə qarışqa müxalifət. Və nəhayət söhbətimizin axırında Naxçıvanda habitat eləyən həşəratlardan danışmaq istəyirəm. Kimdir? Muxa çeçe. Məni tutuşduracaq, ha, bax. Öz aramızda sən də juksan ha. Yaxşı. Bağışlayın Zülüm müəllim, bəs arazəqımı kıçı nə deməkdir? Partiyamızın adı Azərbaycan Respublikasının zəhmətkeş çobanlarının güzəştlərini qoruyan etiraz aksiyasının və müdafiə komitəsinin bir qrup üzvləri partiyası. Sizcə yay öz gəlməsi ilə nə məqsəd daşıyır? Azərbaycan Respublikasının zəhmətkeş çobanlarının güzəştlərini qoruyan etiraz aksiyasının və müdafiə komitəsinin bir qrup üzvləri partiyası belə fikirdədir ki, bu yay iqtidar tərəfindən göndərilib və yayın gəlməsi Azərbaycanda demokratiyanın pozmağını məqsəd daşıyır. Siz nəyə görə belə fikirdəsiniz? Azərbaycan Respublikasının zəhmətkeş çobanlarının güzəştlərini qoruyan etiraz aksiyasının və müdafiə komitəsinin bir qrup üzvləri partiyası belə fikirdədir ki, Avqust demokrat da olsa, İyul qardaşları 100% iktidarın şpiyonlarıdır. Çox sağ ol ay brat. Sağ ol Qaqulya. Prezident. Bir dəqiqə, kaset qutardı. Gideceğim Müdafiə Nazirliyinə. Səfər Abiyev ise bu Rus məktəblərin birine bayan ruh gelecek. Müslümanov gelir. Müslümanov gelir. Ne çözünüz ona inanırsın yoksa yok. Cənab Prezident. Cənab Prezident, Azərbaycanda Mr. President, famous writer Qabil and Fikret Qoca. Translate. Excuse me, Cənab Prezident, xalq şairi Qabil və Fikret Qoca. Cənab Prezident, mən bu Novruz bayram münasibətilə sizi təbrik eləməyəcəm. Onun yerinə sizə şeir deyəcəm. Mən də. Paravoz şeiri. Qatarsız paravoz, kibrit kutusu, alıb hale geldi. Atan kürekler, Tatar qabağında sərkərdədir o. Koşullu, ləkərli, sərkərdədir o. Cənab Prezident, buludlar getdi şehri. Buludlar getdi dənizə. Dəniz çiməcək bu gecə. Dənizə düşən damcını balıq əməcək bu gecə. Paravozun davamı. Açıldı her yana. Yoktu pülhanı. Örtülü bacara. Sıkmır paravoz. Karanı, Kur'an'ı. Kıldı planı. Püskürür içine. Yığmır paravoz. Aydındır. Şehrin adı nedir? Paravoz.
Qabil, sənin neçə yaşın var ay Qabil? Yaxşı, ayrılmıyor. Kalandılar. Hala yok ne çalandı hala. Ya o gün bakıyorduk da Moskva'da bizimkiler oynuyordu Ermenilerle finalda. Düz Rus'u geldi işini başa düşmüyordu. Sen laf zırt çuşkasan. Deveyimdir ha? Ha kevin. Ahırı ne oldu ya? Ahirde bunlar olan arasında biri var. Makaka Behram ne de hala. Hani? Utanmaz sığ Maslikov diye Maslatsenka diyeceğim de hala. Kabağında ağla ki ağlıyorsun. Ağla ki. Hala iki kişi sağla ne olur hala. olsun, əziz və hörmətli tamaşaçılar. Primadonna hoş gördük deyir. Bu masanın arxasında mənim ən yaxın dostlarım əyləşir. Здравствуй, моя хорошая. İlk növbədə mən sizə ən yaxın dostumu təqdim eləmək istəyirəm. Azərbaycan mədəniyyətinin ən istedadlı, bacarıqlı ki ilham var bu dünyada. İlham etsiz kime çağırdınız? Ben senden gitmeyeceğim hiçbir anda. Zehne benim, saray benim, en güçlü ses o da bende. Bütün dünya ulduzlar kalıptır benden geride. Hümay benim, grevi benim, laf istesem Oscar benim. Kalbi buldum aktörlerim, şair benim görevde. Unut beni, unut beni. Ну, здравствуйте. Здрасте. Это вы представитель футбольного клуба «Шамкир»? Да, это я. Очень приятно. Валентин, представитель Зинедина Зидана. Я вас слушаю. Это я вас слушаю. Вспомнил. Мы бы хотели купить немножко Зидана. Че, тут ноги, что ли? А зачем ноги? Все Зидана. На один сезон. Ну, это вам дорого обойдется. Сколько сумма? 80. Сумма. 80. 1000? Да нет, 80 лимонов. Столько не наберу. Давай 50. Да нет, так не пойдет. Ну, 70 хотя бы. 60 лимонов и по ногам. По рукам. И по рукам тоже.
Fig вам! Ай, фиг вам! Контракты ver ona. Вот контракт. Что, прям- Подписывай. Что, прямо здесь, что ли? Конечно. Понятно. А где деньги-то? Вот. Ачаун. Что это такое? 60 лимонов. Считать будете? Да ты что, обалдел, что А не ли? кричай на меня. Контракт подписан. Зидан, добро, пожалуйста, шампин. Чё? Да ты... Да вы чё? вы? მე ძალიან მოხარული ვარ აქ მობრძანებით. იერინის მელუმ. ნუ რა თქმა უნდა, ბევრის მოყოლა შეიძლება იერინის მელუმ, მაგრამ საიდან დავიწყო? ნუ უპირველეს ყოვლისა ისევ იერინის მელუმ მინდა ვთქვა აღნიშნო რომ ძალიან კარგი გადაცემაა. იერინის мелум. И о многом другом. Зоргеды. Наступают вступительные... Вступительные, нет, Таир, вступительные. Но Salam başına konum. Ne давай, поцелуйчики. Salam başına. Седьмой дубль. Ой. Что такое? Zaçorknada. Direm belki bu sefer... Здрасте по-итальянски. Здрасте по-русски, а по-азербайджански салам. Привет. Бачи шехер icra hakimi. Уважаемый министр, налоги мы платим сотрудникам.